Salam uşaqlar, hər vaxtınız xeyir. Bugün sizlərə ikinci set test toplusundan birləşmələr nəzəriyyəsinin testlərini izah edəcəm. Keçək birinci suala keçməmişdən öncə demək istəyirəm ki, permütasiya n-dən n olur n faktorial, bunu bilirsiniz. Permütasiya n-dən n çıx 1, bu da olur n faktorial. İndi baxaq, deyirəm permütasiya 5-dən 5, bu bizə verdi 5 faktorial. Permütasiya 5'ten 4. Bu da bize verdi 5 faktorial. 5 faktoriyala nisbəti cavab oldu 1. Bizdən bunların nisbətini soruşur. İkinci sualda eynidir. Permütasiya 4'ten 4 oldu 4 faktorial. Permütasiya 4'ten 3 oldu 3 faktorial. 4 faktorial. Bunların nisbəti oldu 1. Üçüncü sual. 9 faktorialı 5 faktorial bıraq 4 faktoriala bölsək. 5 faktorialdan 9 faktorial ixtisar gedir. 9 faktorial 1'dən 9'a kimi ədədlərin hasildir. 5 faktorial 1'dən 5'ə kimi ədədlərin hasildir. Deməli, 1'dən 5'ə kimi ədədlərin hasilib getsə, ixtisar olsa, sürətdə qalır 6, 7, 8, 9. 4 faktorialda 1, 2, 3, 4 verir. 2 ilə 4, 8 olaraq 8'in ixtisar getdi. 3 ilə 9, 7 ixtisar getdi, 3 qaldı. 6'nı 7'yə vurub 13'ə vuranda cavab oldu 126. Dördüncü sual. 10 faktorialı 8 faktorial bıraq 2 faktoriala bölsək. Yenə 10 faktorial mən azalda bilərəm. Baxın 10 vur 9 vur 8 faktorial kimi də yaza bilərəm. Məxrəcdə qaldı 8 faktorial 2 faktorial. Bu da bir üsuldur. 10'u 9'a vurdum 45. 10'u 9'a vurdum 90. 90'ı da 2'ye böldüm 45. Doğru cavab oldu C variantı. 5-ci sualda deməli, kombinezon 8'dən 5'in həllini istəyib. Bunu yazmamışdan əvvəlcə xatırlatmaq istəyirəm. Kombinezon n elementdən n faktorial bölək. N çıx m faktorial. Kombinezon düsturu. Vuraq m faktorial. Kombinezon n elementdən n bizə 1 verir. Kombinezon n elementdən n çıx 1. Bu da bizə n verir. İndi baxaq, kombinezon 8'dən 5'ə. Yazıram 8 faktorial. 8'dən 5 çıxıram. 5 faktorial vuraq. Deməli, o da oldu 5 faktorial. O da bərabərdir. Sürətdə 8 faktorial. Məxrəcdə 3 faktorial vuraq 5 faktorial. Yenə azaltma ilə yaza bilərəm. 8, 7, 5 faktorial. 5 faktorial çatdımsa dayanıram. Bu da oldu 3 faktorial vuraq 5 faktorial. İxtisar getdi. Sürətdə qaldı 8 vur 7. Məxrəcdə qaldı. Burada sürətdə azaldanda 6'nı unutmuşam. Üzürlüsən uşaqlar. Burada 8, 7, 6. Bu da 5 faktorial. Deməli, burada 5 faktoriallar ixtisar gedir. Məxrəcdə 6, 1, 2, 3. Bu da 6 faktorial oldu. 7 ilə 8 cavab qaldı 56. 6-cı sual. Kombinezon 6 faktorialdan 3'ə, 6'dan 3'ə daha doğrusu. Bunu yazıram 6 faktorial. 6 çıxaq 3 faktorial. Vuraq 3 faktorial. 6 faktorial. 3 faktorial. Vuraq 3 faktorial. 6'nı azaldıram. 6, 5, 4, 3 faktorial. Bu 3 faktorial bizə verdi 1, 2, 3. 3 faktorial saxladım. Bunlar da ixtisar getdi. Qaldı 6 vur 5 vur 4. Bu da oldu 6. 6'lar da ixtisar getdi 20. Bunu belə də yaza bilir ya uşaqlar. Məsələn, belə də ola bilər. Kombinezon 6'dan 3'ə. Kimə hansı üsul rahatsa ondan istifadə edə bilər. Məsələn, kombinezon 6'dan 3. Burada 3 veribsə 6'nı 3 azaldıram. Qalır 6, 5, 4. Bir də bu 3'ün faktorialını yazıram. Böyle 3 faktorial. O da 6, 5, 4, 1, 2, 3. Gördünüz, yine eyni cevap aldık. Bakın
Kimə hansı rahatdırsa ondan sərbəst şəkildə yaza bilər. Hər ikisi də yaxşı üsuldur. İstifadə edə bilərsiniz. Sonra 7-ci sual. 7-ci sualda deməli 7-ci sualda baxaq. M faktorial m plus 1 faktorial bərabərdir 5-də 1. Məsələn, mən sizə kənarda bayaq dedim. Dedim 4 faktorialı 5 faktoriala bölək. 4 faktorial 1-dən 4-ə kimi ədədlərin hasildir. 5 faktorial 1-dən 5-ə kimi ədədlərin hasildir. Elə bunlar ixtisar gedər 5-də 1 qalar. Baxırsınız, bu da onun kimidir. M plus 1 faktorial m faktorialdan 1 vahid çoxdur. Deməli, mən bunu, baxın, azaltma ilə yazsam, belə yaza bilərəm. Baxın, olur m faktorial. Məxrəcdə olur m plus 1 faktorial, m plus 1 vuraq m faktorial bərabərdir 5-də 1. Məsələn, mən bayaq yazdım ki, 4 faktorial bölək 5 faktorial. Bu 5 faktorialı yaza bilərəm də. Məsələn, 5 vuraq 4 faktorial. Onsuz da 4 faktorial 1-dən 4-ə kimi ədədlərin hasildir. Bunlar ixtisar gedir 5-də 1. Bu bir nümunədir, bu misalla bir adiyyat yoxdur. İndi həmin nümunədən istifadə edirəm. Azaltdığım ən çox uşaqlar bunu belə misallarda səhvlik salır. Diqqətli olsanız səhv olmaz. N'lər getdi. Yeri dibli sildim mən. Deməli, burada m faktorial. M'lər getdi, sürətdə qaldı 1, məxrəcdə m plus 1. O da bərabərdir 5-də 1. M plus 1, 5. M də oldu 4. Rahat şəkildə həll etdik. 7-ci sual D variantı. Sonra keçək növbəti suala. 8-ci sual. M çıx 1 faktorial. M faktorial. Həmişə çox olanı azaldıram. Baxıram ki, məxrəc m-dir, sürət m çıx 1-dir. Sürət məxrəcdən bir vahid azdır. Ona görə az olanı saxladım. Böyük olanı kiçildirəm. M faktorial yazıram. M vuraq. Bir dənə də azaldıram. M çıx 1 faktorial. Niyə dayandım? Çünki sürətdə m çıx 1 aldım. Bərabərdir 6-da 1. O da oldu m-də 1. Bərabərdir 6-da 1. M də bərabərdir 6. Cavab oldu 6. 8-ci sual A variantı. 9-cu suala baxaq. Permütasiya 10-dan 3. Permütasiya 10-dan 3 yazıram. 10 faktorial bölək. 10-dan 3 çıxdı, qaldı 7 faktorial. Bu da ixtisar getdi, sürətdə qaldı 10, 9, 8. Bunun da cavabı oldu 720. 9-cu sualda D variantı. 10-cu. Permütasiya 7-dən 3. Yazıram 7 faktorial. Silim. 7 faktorial. 7-dən 3 çıxdım. 4 faktorial. Sürətdə qaldı 5, 6, 7. O da 30-ona vurdum. 210. Doğru cavab D variantı. 11-ci sual. Permütasiya 8-dən 3. Permütasiya 8-dən 3. 8 faktorial. Böyle 8-dən 3 çıxanda oldu 5 faktorial. O da bərabərdir 6, 7, 8. 5 faktorial getdi. Oldu 336. 12-ci sual. M çıx 1 faktorial. M faktorial. Bərabərdir 10-da 1. Yenə məxrəc azaldıram. Məxrəc sürətdən böyükdür. Bir vahid azaldıram olur. M vur. M çıx 1 faktorial bərabərdir 10-da 1. M çıx 1-lər getdi. Qaldı M-də 1 bərabərdir 10-da 1. M-in qiyməti oldu 10. 13-cü sual. N plus 1 faktorial. N faktorial bərabərdir 38. İndi bunlar sürət böyük, sürət azaldıram. N plus 1 özü qalır. 1 çıxıram, qalır N. Bir vahid kiçildirəm. N faktorial. Məxrəcdəki N varsa dayanıram. N faktorial bərabərdir 38. N faktoriallar ixtisar getdi. N plus 1 38. N də oldu 37. 15-ci sualda baxaq.
Permütasiya 6'dan 6, 6 faktoriyal. Permütasiya 4'ten 4, 4 faktoriyal. 6 faktoriyal 720 verir. 4 faktoriyal da 24 olur. Bunların da deməli fərqi oldu 696. Doğru cavab D. Doğru cevap D. 16. sualda da yine eynidir. Permütasiya 5'ten 5. Bu oldu 5 faktoriyal. 5 faktoriyalın qiyməti 120'dir. Sonra kombinezon 5'ten 3. 5 faktoriyal bölək. 5'ten 3 çıxıram. 2 faktoriyal vuraq. 3 faktoriyal. 5'ten 3 xısar getdi. 4 vur 5 böl 2. 20'ni 2'ye böldük 10. Bizden de bunların fərqini soruşur. 120'den 10'u çıxanda doğru cevap kaldı 110. 110 16. sualda B variantı. 17. sual. 17. sualda çox vaxt uşaqlar götürür, ixtisar aparır. Hasil deyil, bu toplamadır. İxtisar apara bilmərəm mən burada 6 ilə 7-ni, 7 ilə 5-i. Hökmən ortaq vuruq çıxartmalıyam. 6 faktoriyal 1-dən 6 kimi ədədlərin hasilidir. 5 faktoriyal 1-dən 5 kimi ədədlərin hasilidir. Mən 1-dən 5 kimi ədədlərin hasilini ortaq vuruq çıxarda bilərəm. Burada 1-dən 5 kimi ədədlər çıxdı, qaldı 6, ortaq vuruq çıxdı. 5 faktoriyalın yerində qaldı 1. Məxrəcdə qaldı 7 faktoriyal. Sürətdə oldu 5 faktoriyal, vuraq 7. Məxrəcdə oldu 7 faktoriyal. 5 faktoriyalın 7 faktoriyal xısar getdi, aşağıda qaldı 6 vur 7. Sürətdə qaldı 7. Bunlar da xısar getdi 6'da 1. Doğru cevap A variantı. 18. Yenə sürətdən deməli nə edirəm? 5 faktoriyalı ortaq vuruq çıxartdım. Mötərizədə qaldı 6 çıx 1. Məxrəcdə 7 faktoriyal. 7 faktoriyaldan 5 faktoriyal xısar getdi. 6 vur 7. Sürətdə qaldı 5. Doğru cevap oldu 42'de 5. A variantı. 19. sualda 55 faktoriyalla 54 faktoriyal nisbəti verib çıxaq 54 faktoriyal bir də 53 faktoriyal. Buradan 55 ilə 54 ixtisar getdi, qaldı 55. 53 ilə 54 ixtisar getdi, qaldı 54. Bunların da fərqindən cavab alındı 1. 20. sualda da yeni eynidir. Baxın 10 faktoriyalından 9 faktoriyal ixtisar getdi. 10 faktoriyalından 9 faktoriyal ixtisar gedir. 8 ilə də 7 ixtisar gedir. Deməli 10 faktoriyaldan 9 faktoriyal ixtisar getdi, qaldı 10. 9 ilə də 8 ixtisar getdi, qaldı cavab 9. 10'dan da 9 çıxdım, doğru cavab oldu 1. 21. sual. 21. sualda da deməli 5 faktoriyal çıxaq 2 faktoriyalın fərqini verib bizə. 5 faktoriyal oldu 120. 2 faktoriyal da oldu 2. 120'den 2 çıxdıq, 118. Doğru cevap D. 22. Deməli burada cavab D variantı oldu. Bura baxarıq. 4 faktoriyal üstə gələk 3 faktoriyal bərabərdir. 4 faktoriyal 1, 2, 3, 4. 3 faktoriyal 1, 2, 3. 24 üstə gəl 6. Cavab oldu 30. 23. Kombinezon 6'dan 2'ye. 6 faktoriyal, 4 faktoriyal, vuraq 2 faktoriyal. 5 vur 6, 1 vur 2. Doğru cevap 15. Sonra permütasiya 5'ten 2. 5 faktoriyal bölür 100 faktoriyal. 4 vur 5. O da oldu 20. Bizden bunların cəmini soruşur. 15 ile 20'nin cəmi oldu 35. Doğru cevap B variantı. 24. 5 faktoriyal çıxaq 1 faktoriyal, 5 faktoriyal plus 1 faktoriyal. 5 faktoriyal bize 120 verir. 120'den birini çıxıram. 120'nin üstüne 1 gəlirəm. Məxrəcdə qalır 121. 120'den 1 çıxanda qaldı 119, 121. Bunlar da ixtisar getdi 119.
25. 4 faktorial bize 24 verdi. 24'ten 1 çıxıram. 24'ün üstüne 1 gəlirəm. Məxrəcdə də oldu 25. 24 plus 1 ilə cavab qaldı 23. Bunlar ixtisar getdi. 26-cı sualda nədir? Deməli, 6 faktorial permütasiya 5 faktorial 5-dən 3-ə. Bu da 6 faktorial. Məxrəcə yazdım 5 faktorial bölə 2 faktorial. Sürətdə qaldı 6 faktorial. Yəni 1, 2, 3, 4, 5, 6. Əslində 6 ilə 5-də ixtisar apara bilərəm burada. Bu daha rahat olardı. 5 ilə də 2-ni ixtisar apardım. 3, 4, 5. 3, 4, 5'ler getdi. Doğru cavab oldu 12. Yəni mərtəbəli kəsrlərin ixtisarından da apara bilərəm. İndi 27-ni ilə yazarım, ona baxarsınız. Yenə kimin hansı üsul rahat ondan istifadə edər. 27. 7 faktorial bölək 6 faktorial bölək 2 faktorial. Burada 7 faktorialın 6 ixtisar gedə bilər. Sürətdə qalar 7. Oy, bunu belə yazdım. Sürətdə qalar 7. Məxrəcdəki 2 də çarpaz yuxarı qalxar, sürətə vurular. 7-ni vuraram 2-yə, cavab olar 14. 27-ci sualda doğru cavab deməli 14. 14 C variantı. 28. Permütasyondan 10, 10 faktorial, 8'den 8, 8 faktorial, 8'den 10 ixtisar getdi, 9 vur 10, 90 qaldı, Y variantı. 29. 11'den 11 permütasyon 11 faktorial, məxrəcdə qaldı 9 faktorial, 10 vur 11, doğru cavab oldu 110. 31. 0'dan 9'a kimi 10 dənə element var. Bu 10 elementin 4 elementli alt çoxluqları var, neçə dənə? Deməli, 10 elementin neçəsi kombinizon 10 elementdən 4'ü. 4 elementli alt çoxluqlarının sayını tapırıq. Ümumi alt çoxluqların sayını soruşsa 2 üstəyindən tapardıq. Amma indi 4 elementli alt çoxluqların sayını soruşur deyə kombinizon 10'dan 4 tapırıq. 10 faktorial 10'dan 4 çıxdım, 6 faktorial, məxrəcdə qaldı 4 faktorial. 10'dan 6 ixtisar getdi, yuxarıda qaldı 7, 8, 9, 10. Məxrəcdə 1, 2, 3, 4, 4 ilə 2, 8 oldu, getdi. Bu da 3 ilə doğru cavab 210. 31. Deməli, yenə 0'dan 9'a kimi 10 elementli çoxluqdur. 3 elementli alt çoxluqlarını soruşur. Kombinizon 10'dan 3, 10 faktorial, 7 faktorial, vuraq 3 faktorial. Sürətdə qaldı 9, 8, 9, 10. 8, 9, 10. Məxrəcdə 1, 2, 3. 4 vur, 3 vur, 10. İxtisar getdindən sonra doğru cavab oldu 120. 32. Çevrə üzərində olan 6 nöqtədən neçə düz xətt keçirmək olar? Kombinizon 6'dan 2, düz xətt 2 nöqtədən keçir. Ona görə də kombinizon 6'dan 2, 6 faktorial, 4 faktorial vuraq 2 faktorial. O da 5 vur 6 bölü 2, doğru cavab 15. 33. Çevrə üzərində olan 5 nöqtədən neçə müxtəlif vətər keçirmək olar? İndi vətər deyir. Vətərdə yenə 2 nöqtədən keçir. Ona görə olur kombinizon 5'dən 2, 5 faktorial, 3 faktorial vuraq 2 faktorial, 4 vur 5, bu da 2, doğru cavab 10. B variantı. 34. Permütasiya 6'dan 6, 6 faktorial verir. 4'ten 4, 4 faktorial, 5'ten 5, 5 faktorial. Sürətdən 4 faktorial ortaq vuruq çıxardıram. Qalır 5 vur 6 plus 1. Məxrəcdə qalır 5 faktorial. 4 ilə 5 ixtisar getdi. Məxrəcdə qaldı 5. Sürətdə qaldı. Sürət oldu 31. 31'i də al 5'ə böləndə 6 tam 5'də 1. O da olur 6 tam 10'da 2. 35. Permütasiya 5'ten 5, 5 faktorial, 6'dan 6, 6 faktorial, 7'den 7, 7 faktorial verir. Sürətdən 5 faktorial ortaq vuruq çıxartdım.
Qaldı 1 plus 6. Məxrəcdə də 7 faktorial. Bu da məxrəcdə qaldı 6 vur 7. Sürətdə 7 ixtisar getdi. Doğru cavab oldu 6'da 1 C variantı. 36. Permütasiya 7'den 7 7 faktorial. 5'ten 5 5 faktorial verir. 6'dan 6 6 faktorial. Sürətdən 5 faktorial ortaq vuruq çıxartdım. Qaldı 7 vur 6 çıx 5. Məxrəcdə 6 faktorial qaldı. Bunlar da ixtisar getdi. Məxrəcdə qaldı 6. Sürətdə qaldı 41. 41 də 6'ya böləndə 6'dan 6'da 5. Y variantı. 37. Binomun açışında 4-cü həddin əmsalını tapın. Binomun açışında yazırıq kombinezon 5'ten yox 6'dan. Kombinezon 6'dan 3'ə. 4-cü hədd deyəndə say 0'dan başlayır deyə biz birini çıxıb götürürük. 4-cü hədd deyəndə 3-cü hədd götürürük. Bu da olur 3'ün üstündə 6 çıx 3 mənfi x'in üstündə 3. 6 faktorial 3 faktorial vuraq 3 faktorial 3'ün kubu 27 mənfi x'in kubu 6 ilə 3 faktorialın biri gedir 4 vur 5 vur 6 1 vur 2 vur 3 vuraq 27 mənfi x'in kubu 6 oldu. Bu da oldu 540 mənfi 540 x'in kubu. 4-cü həddin əmsalı mənfi 540. Doğru cevap C. 38. Kombinezon 8'den 3 verir 8 faktorial. 5 faktorial vuraq 3 faktorial. Üste gələk. Permütasiya 9'dan 4. 9 faktorial bölək 5 faktorial. Permütasiya 4'ten 4 4 faktorial. 8'den 5 xısa getdi. Məxrəcdə 3 faktorial qaldı. 1 2 3 sürətdə 6 7 8. 9'dan 5 getdi. Yuxarıda qaldı 6 7 8 9 1 2 3 4. 3 2 6 oldu. 3 2'ye vuranda 6 oldu. 6'lar getdi. 7 vur 8 56. 3 2'ye vuranda 6'lar getdi. 4 ilə də 8 getdi ki. O da qaldı 126. Bu da oldu 182. Y variantı. 39. sual. Permütasiya 4'ten 2 bize verir 4 faktorial. 2 faktorial vuraq 2 faktorial. Yox, permütasiyada. 4 faktorial böl 2 faktorial. Vuraq kombinezon 3'də bize 3 verir. 3 faktorial böyle daha doğrusu 2 faktorial oldu 3 olur. Permütasiya 3'ten 3 faktorial verdi. Sürətdə qaldı 3 vur 4 vur 3. Məxrəcdə 1 2 3. 12'ni de 2'ye böldü 6. D variantı. 40. sual. Kombinezon 5'ten 2. 5 faktorial 2 faktorial vuraq 3 faktorial. Permütasiya 2'den 2 2 faktorial. Permütasiya 3'ten 2 3 verir. Deməli. Sürətdə qaldı. Bu 2 ilə 2 ixtisar getdi. 3 ilə 5 getdi. Qaldı 4 vur 5. Məxrəcdə qaldı 3. Bu da oldu 3'də. Neyse yazdım. Burada 3 yok. 3 faktorial olmalıdır. Permütasiya 3'ten 3 3 faktorial verir. Bu da 1 2 3. 1 2 3 4 vur 5. Deməli 20'ni 6'ya böldük 3'də 10. O da 3'ten 3'də 1. Kutuda 8 qırmızı 6 ağ çiçek var. Buket düzeltmek için 3'ü kırmızı, ikisi ağ olmakla 5 çiçeği neçə üsulla seçmək olar. Kutuda 8 kırmızıdan 3'ünü seçirik. 6 ağ çiçekten ikisini seçirik. Toplamda 5 çiçek seçməliyik. Bu da olur 8 faktorial. 8'den 3'ünü çıxıran 5 faktorial. Vuraq 3 faktorial. Vuraq 6 faktorial, 4 faktorial, 2 faktorial. 6 ilə 2'nin fərqi. 5 ilə 8 ixtisar getdi oldu. 6, 7, 8. 3 faktorialda 1, 2, 3. 6 ilə 4 ixtisar getdi. 5 vur 6 böl 2.
3 2'ye vuranda 6, 7 vur 8 56, bura 15. 56'ını da 15'e vuranda 840. 41. sualda deyir ki A üstəgəl 3'ün üstündə 8 binomun ayrılışında orta həddin binomial əmsalını tapın. Orta hədd dediyinə görə yazırıq kombinizon 8'dən 4'ə. Doğru cavab B variantı. 43. sual yenə orta hədd soruşur. Olur A üstəgəl 2'nin üstü 6. Orta hədd dediyinə görə kombinizon 6'dan 3. Yəni Y variantını götürürəm. Sonra 44. sualda deyir ki x üstəgələk 1 üstü n. Binomun açılışında binomial əmsalların cəmi 128 olarsa binomun 5-ci həddini tapın. Binomun açılışında binomial əmsal 2 üstü n düsturundan tapılır. 2 üstü n bərabərdir 128. 2 üstü n bərabərdir 2 üstü 7. N oldu 7. Deməli x plus 1'in üstü 7'nin açılışında 5-ci həddi tapmalıyıq. Bizdə deməli 5-ci hədd dediyinə görə kombinizon 7'dən 4. En çıx 1 götürürük. Vuraq. X'in üstü 7 çıx 4. 1'in üstü 4. O da bərabərdir. 7 faktorial. 7'dən 4 çıxdı. 3 faktorial vuraq 4 faktorial. X'in kubu vur 1. Bunu ixtisar getdi. Kaldı 5 vur 6 vur 7. 1 vur 2 vur 3. Bu da oldu x'in kubu. 7 vur 5 35 x'in kubu. Doğru cevap oldu Y variantı. 45. sualda x plus 1'in üstündə n. Binomun açılışında tek yerde duran binomial əmsalların cəmi ilə cüt yerdə duran binomial əmsalların cəmi 64'dür. Binomun açılışında tek yerde duran binomial əmsallarının cüt yerdə duran binomial əmsalların cəmi 64'dürsə, təklərlə cütlərin cəmi deməli 64'dür. Biz deyirik ki, tek yerde duran hədlərin cəmi 2'nin üstü n minus 1'dir. Cüt yerdə duran hədlərin cəmi də 2 üstü n minus 1'dir. Yəni bunların cəmi bizə verir 64. Bunda 2'ye vuraq 2'nin üstü n minus 1 64. 2'nin üstü n oldu 64. Birbaşa 2 üstü n də yaza bilərdik. Aydın başa düşəsiz deyə belə yazdım. N bərabər də oldu 6. Kombinizon 6'dan 4-cü hədd dediyinə görə 3'ü götürürəm. X'in üstü bu da deməli olmalıdır. X plus 1'in üstü 6. X'in üstü 6 çıxaq 3. 1'in üstü 3. O da oldu 6 faktorial. 3 faktorial vuraq 3 faktorial. X'in kubu. Buna da ixtisar getdi. 5. 4 vur 5 vur 6 böl 6. X'in kubu. Doğru cevap oldu 20 x'in kubu. 46. 2 çıxaq a'nın üstü 7. Binomun açılışında 4-cü həddin əmsalını tapın. Kombinizon 7'dən 3. 2'nin üstü 7 çıx 3. Mənfi a'nın üstü 3. Bizdən 4-cü həddi soruşur. Doldu 7 faktorial. 4 faktorial vuraq 3 faktorial. 2'nin üstü 4. Mənfi a'nın kubu. Buna ixtisar getdi qaldı. 5 vur 6 vur 7. Bölək 6 vur 16. Mənfi a'nın kubu. 6'lar ixtisar getdi. 35 16'ya vurduq. 560. A'nın da qabağında mənfi var. Mənfi 560 a'nın kubu. Bizdən 4-cü həddin əmsalını soruşur. Doğru cevap C variantı. 47. 7 elementi olan çoxluğun alt çoxluqlarının sayı bu çoxluğun 5 elementli alt çoxluqlar sayından nə qədər çoxdur? 7 elementli çoxluğun neçədən alt çoxluğu var? 2 üstü n düsturudur. Bu oldu 2 üstü 7 128. İndi bizə deyir ki, bunun 5 elementli alt çoxluqlarının sayı. 7 elementli çoxluğun 5 elementli alt çoxluqlarının sayını tapırıq. 7 faktorial 5 faktorial vur 2 faktorial, o da 6 vur 7 böl 2. 21. 128 dənə alt çoxluğu var. 21 dənəsi 5 elementlidir. Doğru cevap oldu 107.
8 elementi olan çoxluğun alt çoxluqlarının sayı bu çoxluğun 6 elementli alt çoxluqlar sayından nə qədər çoxdur? 7, 48. Deməli, yazırıq 2 üstü 8 çıxaq kombinezon 8-dən 6. Bu da oldu 2 üstü 8, 256, 8 faktorial, 6 faktorial vuraq, 2 faktorial. Bu da oldu 256 çıxaq 7 vur 8 böl 2. 256'dan çıxıram. 256'dan çıxıram 28. Doğru cavab 228 A variantı. Riyaziyyat sözünün hərflərinin yerini dəyişməklə neçə fərqli söz yazmaq olar? Riyaziyyat. Riyaziyyat sözündə 11 hərf var. Oldu 11 faktorial. 11 yox, 3, 6, 9, 10 hərf var. 10 faktorial. İndi bizə deyir ki, bu hərflərin yerini dəyişməklə neçə fərqli söz yazmaq olur. Amma burada təkrarlanan hərflər var. Deməli, Y hərfindən 3 dənədir. Ona görə biz bunu bölməliyik 3 faktoriala. Vuraq bir də A hərfindən 2 dənədir. Vurmalıyıq A hərfinə. Deməli, bir də I hərfindən 2 dənədir. Deməli, sürətdə ümumi hərflərin faktorialını, bir də məxrəcdə onların təkrarlanan hərflərinin sayına görə faktorialını yazırıq. Sonra sadələşdiririk. 3 ilə 10 ixtisar getdi, qaldı 4, 5, 6, 7, 8, 9, 10. 2 faktorial 2'ye vuranda 4 oldu. İndi bunların hasilini tapaq. Doğru cevap oldu 151.200 A variantı. 50-ci sualda ədəbiyyat sözünün hərflərinin yerini dəyişməklə neçə fərqli söz yazmaq olar? Ədəbiyyat sözündə 9 hərf var. Təkrarlanan hərflər Ə hərfindən 2 dənədir. Bir də Y hərfindən 2 dənədir. 9 faktorialı 2 faktorialdan 2 faktorial nisbətinə böləndə ixtisar gedir, qalır 3, 4, 5, 6, 7, 8, 9. Bunlar bir-birinə vurub 2'ye bölürük. Doğru cavab olur 90.720. 51-ci sualda avtomobil sərgisində 6 dənə maşın var. Onlar hər birindən bir ədəd olmaqla nümayiş olunur. Səhnədə neçə fərqli üsulla yan-yana düzülə bilərlər? Permütasiya 6'dan 6. Öz aralarında yer dəyişmədi. Oldu 6 faktorial. Doğru cavab oldu 720. 52 də eyni sualdandır. Burada 5 maşın var. Olur permütasiya 5'dən 5. O da oldu 5 faktorial. 5 faktorialda da cevap alındı 120. 53. Permütasiya x-dan 2'ye bərabərdir kombinezon 6'dan 3'e. Deməli bunu yazırıq x faktorial bölək x çıxaq 2 faktorial 6 faktorial bölək 3 faktorial vuraq 3 faktorial. X ilə x çıxaq 2 ixtisar gedəndə x azaldıram x vuraq x çıxaq 1 x çıxaq 2 faktorial. Böyük qiyməti kiçiyə çatana qədər bir-bir çıxıb azaldıram. Məxrəcdə qaldı x çıxaq 2 faktorial 3 faktorialdan da 6 faktorial ixtisar getdi. 4, 5, 6 məxrəcdə qaldı 3 faktorial, o da 3 oldu. X çıxaq 2 ilə x çıxaq 2 ixtisar getdi. X vuraq x çıxaq 1 4'ü 5'e vurdum 20. X kvadratı çıxaq x çıxaq 20 bərabər 0. Bunun kökləri cəmi oldu 1. Kökləri hasil oldu. Deməli kökləri hasili oldu -20. Deməli x1'in qiyməti 5, x2'nin qiyməti -4'dür. -4'ü götürə bilmərəm. X-in qiyməti deməli 5 olar. 5'in də daxil olduğu aralıq 5 və 6'dır. Doğru cavab 53'də B variantı. 54-cü sual. Deməli 5 faktorialın qiyməti A-dır. 5 faktorial üstə gələk 6 faktorial yazıram. 5 faktorial vuraq 6. 7 faktorial yazıram. 5 faktorial vur 6 vur 7.
5 faktoriyalı ortaq vurub çıxardıram. 1 plus 6 plus 6 vur 7. O da 5 faktoriyalın qiyməti A-dır. A-nı vururam. 42 oldu. 42-nin üstə 7 gəldi. 49. Doğru cavab oldu. 49A. 55. Permütasiya n-1 n-1-dən 2-yə kombinezon n-dən 2 bərabərdir 26. Biz bunu yazırıq n-1 faktorial. n-1-dən 2-nin çıxanda olur n-3 faktorial. Üstə gələk. Bu kombinezon n-dən 1-dir. Kombinezon n-dən 1 də bizə verir. N-dən 1 bizə verir elə n. N bərabərdir 26. İndi n-1 n-3-dən böyükdür. Onu kiçildirəm. Qalır n-1, n-2, n-3 faktorial. Dayandım. n-3 faktorial. Üstə gələk n bərabərdir 26. n-3-lər ixtisar getdi. İndi vurub atıb sadələşdirəm. N kvadrat çıxaq 2n çıxaq n üstə gəl 2 üstə gəl n bərabərdir 26. N'lər getdi. N kvadrat çıxaq 2n çıxaq 24 bərabərdir 0. Kökləri cəmi 2, kökləri hasili -24. Cavab oldu 6 və -4. 6-nı götürə bilmərik, 4-ü götürə bilmərik, mənfi olmaz. Doğru cavab oldu 6. 56. Permütasiya n-1-dən 2-yə, kombinezon n-dən 1-ə bərabərdir 23. Eyni misalın toplanmasıdır burada, yox çıxılmasıdır. Yenə n-1 faktorial. Bunların fərqi oldu n-3 faktorial. Çıxaq n bərabərdir 23. n-1 azaldıram. n-1, n-2, n-3 faktorial. Məxrəcdə də oldu n-3 faktorial. Çıxaq n bərabərdir 23. n-3-lər ixtisar getdi. Vurub açıram. N kvadratı çıxaq 2n çıxaq n üstə gəl 2 çıxaq n çıxaq 23 bərabərdir 0. N kvadratı çıxaq 4n çıxaq 21. Toplayanda 4 vuranda -21. 7 və -3. 7 olmaz. Doğru cavab oldu. -3 olmaz. Doğru cavab oldu 7. D variantı. 57-ci sualda deyik. 9 nəfərlik işçi heyətini hər birində bərabər sayda işçi olmaqla neçə fərqli üsulla 3 qrupa bölmək olar? Deməli 9 nəfəri 3 qrupa bölürük. 9 olur birinci qrup, ikinci qrup, üçüncü qrup. Məsələn, birinci qrup oldu A, B, C qrupu, bir oldu nə bilim D, Y, F qrupu, L, M, K qrupu. Deməli neçə qrup var? 3 qrup var. İndi bizə deyir neçə üsulla fərqli qrupa bölmək olur. Ümumi neçə nəfərlik işçi heyətidir? 9 nəfərlik. Bu 9 faktorial. İndi məxrəcdə baxırıq. Neçə qrup var? 1, 2, 3. 3 qrup var. Bu qrup öz arasında yerini dəyişə bilər. Ona görə də 3 faktorial. Vuraq. A, B, C. Bunlar da öz arasında yerini dəyişə bilər. 3 faktorial. D, Y, F. Bunlar da öz arasında yerini dəyişə bilər. L, M, K. Bunlar da öz arasında yerini dəyişə bilər. 3 faktorial. Bunlar qrupların daxilidir. Bu da ümumi qrupların sayıdır. Sonra bu sadələşib cavab alınır 280. 58. Turizm şirkəti 8 nəfərlik bələdçi heyətindən 3 nəfəri Şuşaya, 8 nəfərdən seçib 3 nəfəri Şuşaya göndərdi. Sonra qalanlardan 2 nəfəri Qəbələyə göndərdi. 8 nəfərdə 3-ü getdi, qaldı 5 nəfər. 5 nəfərdən də ikisini Qəbələyə göndərdi. 8 faktorial, 5 faktorial vuraq 3 faktorial. Bu da 5 faktorial, 2 faktorial vuraq 3 faktorial. 5 ilə 8 ixtisar getdi. 6 vur, 7 vur, 8, 1, 2, 3. 3 ilə də 5 ixtisar getdi. 4 vur, 5, 1 vur, 2. 7 ilə 8, 56 vur, 10. Doğru cavab 560 Y variantı. 59-cu sualda bizə rəqəmlər verib. 0, 1, 2, 3, 4, 5, 6, 7. Çoxluğun elementlərindən istifadə etməklə cüt rəqəmlə başlayan
rəqəmləri təkrarlanmayan neçə 4 rəqəmli tek ədəd yazmaq olar? 4 dənə xətt çəkirəm. 4 rəqəmli tek ədəd dediyinə görə mən tek olmaq üçün bu sonda tek ədədlər olmalıdır. Sonunda duran ədəd bu 4 rəqəmdən ya 1 ola bilər, ya 3, ya 5, ya 7. 6 olsa bu bizə tek olmaz. Deməli, tek rəqəmli ədəd lazımdır da. Tek rəqəmli ədəd olmaq üçün sonunda tek rəqəm durmalıdır. Deməli, bunun sonunda 4 dənə seçimi var. Və bizə deyir ki, cüt rəqəmlə başlamalıdır. Cüt rəqəmlər burada hansılardır? 2, 4, 6. Deməli, bunun birinci yerdə 3 seçimi var. Ya 2 ola bilər, ya 4, ya 6. Tutaq ki, 2-ni seçdik. Məsələn, axırıncı da tek ədədlərin tutaq ki, 3-ü seçdik. Orta ikinci yerdə neçə dənə ədəd seçimimiz qala bilər? 6 dənə. 6 dənədən seçdim, yerdə qaldı 5 seçim. Rəqəmlər təkrarlanmayaraq deyir. 18 vur 20. Doğru cavab oldu 360. 60-cı sualda yenə 0, 2, 3, 4, 6, 8, 9 rəqəmlər verilibdir. Deyir, bunlardan istifadə etməklə cüt rəqəmlə başlayan, rəqəmləri təkrarlanmayan neçə 5 rəqəmli cüt ədəd yazmaq olar? 1, 2, 3, 4, 5. Bu bizim 5 dənə rəqəmimizdir. Cüt rəqəmlə başlamalıdır. Cüt rəqəmlə başlamaq üçün ya 2 olar, ya 4 olar, ya 6, ya 8. 4 dənə seçimimiz var. Cüt rəqəmli olmalıdır. Tutaq ki, birinci, ikini seçdik. Cüt ədəd yazmamız üçün sonunda ya 0 olar, ya 4 olar, ya 6 olar, ya 8. Yəni, normalda 5 dənə seçimimiz var idi bizim cüt ədədlərdən. Sadəcə birincini biz birinci yerə yazıq deyə. Məsələn, mən burada 0 seçə bilmərəm. 0 ilə başlayan ola bilməz. Amma 0 ilə bitən cüt ədəd ola bilər. Ona görə axırıncı yerdə 4 seçimim qaldı. Tutaq ki, 4'ü seçmişik. Məsəl üçün. Onda yerdə neçə seçim qalır? Ortaya 1, 2, 3, 4, 5. 5 seçim, 4 seçim, 3 seçim. Bunların da hasilini tapıram. Bunların da hasil olur 960 B variantı. 61-ci sualda deməli Emin, Rəşid, Yusif, Ziya, Əli, Bilal, Murad. Bunlar bir sırada durub yan-yana şəkil çəkdirlər. 3, 6, 7 nəfərdirlər. Amma elə durmalıdırlar ki, Yusif, deməli Yusif, Bilal, bir də Əli. Bunlar üçü yan-yana olsun. Yusif, Bilal, Əli. Deməli bizdə var kim? Emin, Rəşid, Ziya, Murad, sonra Yusif, Bilal, Əli. Bu üçü yan-yana dursun. Buna fərq yoxdur. Necə dura bilər? Durar. İndi bu üç bir adam sayırıq. Bunların arasında yer dəyişməni tapmaq üçün. Deməli 1, 2, 3, 4. 4 nəfər bu. Bunlar yan-yana yer, yəni ayrılmazdılarsa bunlar bir nəfər sayırıq olur. 5 faktorial. Bunlar ayrılmaz olsalar da öz aralarında yerini dəyişə bilərlər. Vuraq 3 faktorial. O da oldu 120 vur 6. Doğru cavab oldu 720. 62. Yenə bir sırada durub şəkil çəkdirməlidirlər və şəkil çəkdirəndə duran Rahim, Kənan, Rafael, Ruslan. Bunlar yan-yana durmalıdır. Orada Rəşad, İsmail, sonra Kənan da buradadır. Rafael, Ruslan, Eldar. Deməli, bunlar toplamda 7 nəfərdir. 7 nəfərdən 4'ü yan-yana durmalıdır. Digər üçün necə istəyir dura bilər. Bu 4'ü yan-yana durursa bunlar bir adam sayılır. 1, 2, 3. 3 bu, bir də bu. 4 faktorial. Bunlar bir də öz arasında yerini dəyişə bilər. Onlar 4 faktorial. 4 faktorial olur 24. 24 də 24'ə vuranda 256 D variantı. 24, 256 yox, daha doğrusu 576. Yəni belə yazın. 576. Baxın 63-cü sual. N faktoriyala bir t dedim. Oldu t'nin kvadratı bərabərdir 4t plus 12. Bu da oldu t'nin kvadratı çıxaq 4t çıxaq 12 bərabərdir 0. Bunun da kökləri oldu -2 və 6. -2 olmaz. N faktoriyalın qiyməti 6-dırsa deməli n olmalıdır 3. Çünki 3 faktoriyaldan cavab 6 alınır. Burada da cavab oldu Y variantı.
Sonra baxaq burada 64-cü suala. 6 bacı qardaş cütündən tərkibində 5 nəfər olan komissiyanı neçə üsulla seçmək olar ki, komissiyaya eyni ailə üzvləri daxil olmasın? 5 ailə var. Birinci ailə, ikinci ailə, üçüncü, dördüncü, beşinci, altıncı. 6 ailə var. Deməli, 6 ailədən qız və oğlan var, bacı və qardaş. Bu 6 ailədən mən 5 nəfərlik komissiya üzvü seçməliyəm. Tutaq ki, birinci 6 ailədən komissiyanın üzvünün 5'ini də oğlan seçdim. Oldu kombinizon 6'dan 5. 6'dan 5'ini seçmişəmsə, deməli 5 ailə üzvü seçmişəm. 5 ailədən hərəsindən birini götürmüşəm. Axırıncı ailədə adam götürməmişəm. Bir ailə qaldı, oradan da heç kimi götürmədim. Və ya 6 ailədən 4'ündən oğlan götürsəm, 4 ailə getdi, yerdə qaldı 2 ailə. 2 ailədən bir qız götürməliyəm, 5 nəfər tamamlansın. Və ya 6 ailədən 3'ünü oğlan götürmüşəmsə, yerdə qalır 3 ailə. 3 ailədən 2 qız götürməliyəm ki, 5 nəfər tamamlansın komissiyanın üzvü. Və ya 6 ailədən 2 dənə oğlan götürmüşəmsə, deməli 4 ailədən 3 qız götürməliyəm ki, 5 nəfər komissiya üzvü tamamlansın. 6 ailədən 1 oğlan götürsəm, onda yerdə 5 ailə qalır. 5 ailədən 4 qız götürərəm. Və ya 6 ailədən heç oğlan götürməsəm, yerdə qalır 6 ailə. Çünki heç birindən götürməmişəm axı oğlan. 6 ailənin 5'ini dənə götürürəm, qız götürürəm. Bu da kombinizon 6'dan 5'e bizə verdi 6. 1'dən 0 bizə verdi 1. Üstə gələk. Kombinizon 6'dan 4'ü 2'dən 1'ə vuranda oldu. Deməli 6 faktorial. 4 faktorial vuraq 2 faktorial. Bu da oldu 2. 6'dan 3 oldu 6 faktorial. 3 faktorial vur 3 faktorial. Bu da oldu 3. Sonra 6 faktorial. 4 faktorial vur 2 faktorial. Bu da oldu 4. Sonra 6 faktorial oldu deməli. 6 vur 5. 6'dan 0 bizə 1 verdi. 6. Aha. Buradan da cevap alındı 6. Üstə gələk. 6 ilə 4 ixtisar getdi. 5 vur 6 30. 30'u deməli 2'lər də ixtisar getdi. Oldu 30. Üstə gələk. 3 faktorialla 6 ixtisar getdi. Qaldı 5 vur 6 vur 4. Bu 3 faktorial deyil 6 oldu. 4'ü 5'e vurdum 20. 20'ni də 3'e vuranda oldu 60. 4 faktorialla 6 ixtisar getdi. Qaldı 5 vur 6. Deməli 5'i 6'ya vurdum 30. 30'u 2'ye böldüm 15. 15'i 4'e vurdum 60. Üstə gələk. Üstə gələk. Deməli 5'i 6'ya vurdum 30. 6'ına 1'e vurdum 60. Aha 6. 30, 60, 60, 120. 2'dən də 30, 180. 180 üstə də 12 gəldim. 192. Uşaqlar, bu sual həmişə çox uşağa çətin gəlir. Yəni burada diqqətlə qulaq assanız çətin bir şey yoxdur. Həlli uzunqə olur, amma yəni çətin deyil. Əslində bunun birdən də həlli var. Amma o ətraflı deyil də. Yəni bunun qədər izahlı deyil. Onu da deyə bilərəm. Və ya daha qısa olsun deyə. Və ya ikinci sul. İkinci sul bunu belə də yaza bilərik biz. Deməli ikinci sul belə də yaza bilərik. Kombinizon 6'dan 5'ə vuraq 2 üstü 5. Bunun belə bir həlli də var. Cavab alınır 192. Amma bu birinci yazığımın həlli uzundur. Amma daha ətraflı izahdır. İkinci də bir üsuldur. Hansından istifadə etsə səhv sayılmaz. Amma ətraflı yazmağı bacarsa. 65. 2 vuraq. Kombinizon n'dən 2 yazıram. N faktorial. N çıx 2 faktorial. Vuraq 2 faktorial. Çıxaq. Kombinizon n'dən 1'ə bizə verir N. Çıxaq 15. Kiçikdir 0. N çıx 2 ilə N ixtisar getdi. 2 ilə də 2 ixtisar getdi. Sürətdə qaldı N. N çıx 1. Çıxaq N. Çıxaq 15. Kiçikdir 0. N kvadratı çıxaq N. Çıx N. Çıx 15 kiçikdir 0. N kvadratı çıxaq 2N çıxaq 15 kiçikdir 0. Bunun kökləri olur 5 və -3. İndi 5 və -3 aralığında olan ədədlərdən
biz N'in qiymətlərini ödəyənləri seçməliyik. Mənfilər ödəmir, 0 ödəmir. Müsbətlərə baxırıq. 1, 2, 3, 4. 1 ödəmir, çünki kombinizon burada N'dən 2 var. Biz kombinizon 1-dən 2 yaza bilmərik. Bu da ödəmir. Ödəyənlər 2, 3, 4. Bunların da cəmi oldu 9. Sonra baxaq 66-cı suala. 66-cı sualda deyir ki, A bərabərdir. A bərabərdir 7 faktorial. 7 faktorialı yazıram 1, 2, 3, 4, 5, 6, 7. B bərabərdir. Permütasiya 13-dən K'ya. Bunu yazıram 13 faktorial. 13 çıxaq K faktorial. Bunu saxladım burada. Sonra bizə deyir A vur B-ni əküb AB-yə bölsək 120 alarıq. A vur B-ni yerinə yazıram ki, əbob AB vuraq əküb AB. Əbobun əkuba hasili elə A vur B-ni verir. Məxrəcdə də yazıram əküb AB. Bərabərdir 120. Əküb AB-lər getdi. Qaldı əbob AB 120. Biz 120-ni qüvvət şəklində yazsaq, sadə vurğular ayırıb 120 2-yə 60, 2-yə 30, 2-yə 15, 3-ə 5 də 5-ə 1. Deməli olur 2-nin kubu vuraq 3-ün üstü 1. Bir də 5-in üstü 1. Deməli biz K-ya elə qiymətlər yazmalıyıq ki, A ilə B-nin ortaqları 2-nin kubu 3-ün üstü 1, 5-in üstü 1 olsun. Yəni 2-nin üstü 4 ola bilməz ortaq və yaxud da 5-in kvadratı ola bilməz hər ikisində. Onda əbobu daha böyük qiymət alınır. Buna görə də gəlin biz A-nı da qüvvət şəklində yazaq. Onda olur 2-nin üstü 4, 3-ün kvadratı 5, bir də 7. 5-dən 1-dən də 7-dən 1-dən. Baxın, bunlarda biz indi A-da 2-nin üstü 4-dür, amma əbobdan 2-nin kubu götürülüb. Deməli, B-nin tərkibində 2-nin kubu var. A-da 3-ün kvadratıdır. 3-ün kvadratıdır. B-də 3-dür. Yəni, əbobu 3-dür. Deməli, A ilə B-nin ortağında 3 var. Yəni, B-də 3-ün kvadratı olsaydı, onda da əbobu 3-ün kvadratı olardı. Bir də 5. Əbobda 5 var. A-da 5 var, əbobda da 5 var. Deməli, B-nin də tərkibində 5 var. Amma 7 yoxdur. Yəni, A-da 7 vuruğu var, sadə vuruğu. B-də də 7 olsaydı, əbobunda 7 alınırdı. Deməli, mən burada K-ya qoyacağım qiymətlər 7-dən kiçik qiymətlər olmalıdır. 7-dən kiçik qiymətləri yoxlasam, məsələn, 7-dən kiçik deyək ki, yazıram B bərabərdir 13 faktorial. K-nın qiyməti olsa 7-dən kiçik ədəd, 7-dən kiçik müsbət ədədlərdə daha doğrusu. Onlar, məsələn, 1 olsa olardı 12 faktorial. Buradan alınardı 13. Bu ödəmir. 2 qoysaydıq olardı 13 faktorial. 13-dən 2 çıxanda olur 11 faktorial. 12 vur 13 olardı. Bu da ödəmir. Bizə lazımdır ki, əbobun ortaqları 120 olsun. 10 qoysaydım olardı 13 faktorial. 13-dən 10, deməli 3 qoysaydım olardı 10 faktorial. Bu da ixtisar gedib 11, 12, 13. Yəni bizə bundan 120 lazımdır. Əbobla ortağı 120 olmalıdır. Burada da 120 əmələ gəlmir. 4 qoysaq olur 13 faktorial. 13-dən 4 çıxanda 9 faktorial. Baxın, burada olur 9-dan 10 ixtisar gedir. Yuxarıda qalır. Deməli, sürət cavab qalır 10, 11, 12, 13. Burada da sadə vurğuların hasil şəklində yazsaq olar deməli 2-dən 3 dənə, 5-dən 1 dənə, 3-dən də 1 dənə. Vur 11, vur 13. Bizdə A-nın tərkibində də var. Deməli, A-nın vurğuları nə idi? 2 üstü 4, 2-nin üstü 4, 3-ün kvadratı, deməli 5-in üstü 1, bir də 7. Əbobda da ortaq olanları götürdük. 2-nin kubu 2-nin üstü 4, deməli əbob AB. 2-nin üstü 3-dən 2-nin üstü 4-dən ortaq vuruq 2-nin kubudur.
3'ün üstü 1 ilə 3'ün üstü 2-dən deməli 3'ün üstü 1-dir. 1 də 5-dir. 2'nin kubu oldu 8. 8'i vurdum 5'e 40. 40'ı da 3'e vurdum oldu 120. Deməli K'nın 4 qiymətində buradan əbub alınır 120. 67. 67 deyək ki, kök altında 3 üstə gələ kök 3-cü dərəcədən 2'nin üstü 100. Binomun açılışında neçə hədd rasional ədəddir? Birinci, baxın, binomun açılışında mən bunu sadə, yəni açılış şəklində yazsam, yazaram kökdə 3'ün üstü 100, nələrsə lap axırda yazaram kök 3-cü dərəcədən 2'nin üstü 100-də açılışda. Onda burada bir dənə rasional əmələ gəlir. Yəni mən kök 3-cü dərəcədən 100 yazsam, burada 3'ün üstü 50 olur. Burada bir dənə rasional əmələ gəlir. Bir rasional. Amma mənim indi lazımdır ki, ümumi açılışdan da rasionallansın. Bunu tapmaq üçün birinci bu kökün dərəcəsi 2'dir. 2 ilə 3'ün ortağı 6'ya gətirirəm. Kök 6-cı dərəcədən olur 27. Bu da olur kök 6-cı dərəcədən 4'ün üstü 100. İndi mənə lazımdır ki, 100'ə qədər 6'ya bölünən ədədlər. Yəni, o da olur 100'ü bölürəm 6'ya. 100'ü 6'ya böləndə bir dəfə 6 qaldı 40'da. O da oldu 6 dəfə. 36 qalıq 4. Tam bölünən oldu 16. Deməli 16 dənə burada rasional ədəd var. Bir dənə də yuxarıda var idi. Toplamda bunların cəmi oldu 17 rasional ədəd. 68. 68'də baxın, kombinizon x-dan 2'yə. Üstə gələk kombinizon 9'dan 6, çıxaq 3x, üstə gələk 6 bərabərdir kombinizon 9'dan 3'ə. Biz yadımızda saxlayırıq ki, kombinizon 9'dan 6 bərabər olar kombinizon 9'dan 3'ə. Çünki ikisinin də sadələşməsindən eyni cavab alınır. Yəni, kombinizonda ikinci ədədlərin cəmi birincini ödəyərsə, elə bunların qiymətləri bir-birinə bərabər olar. Ona görə də mən burada kombinizon 9'dan 6 ilə 9'dan 3'ü islah aparıram. Bir mənfi, bir müsbət. Sadələşdirsəniz də özünüz görərsiniz eynidir. Sonra açıram x faktorial, 2 faktorial vuraq, x çıxaq 2 faktorial. Çıxaq 3x plus 6 bərabərdir 0. X çıxaq 2'nin x getdi qaldı. X vuraq, x çıxaq 1 bölə 2 bərabərdir 3x çıxaq 6. Bunu da çarpaz vursam x kvadratı çıxaq x bərabərdir 6x çıxaq 6. Bir tərəfə keçirsəm x kvadratı çıx 7x plus 6 bərabər 0. Köklərindən biri oldu 1, digəri oldu 6. Buranda 6, toplayanda 7. İndi bizə deyir ki, bərabərliyini ödəyən x-in böyük qiymətini tapın. Onsuz da 1 ödəməz. Kombinizon 1-dən 2 olmaz. Üzürlü sayın uşaqlar, mən burada vuranda ikinci tərəfə vurmamışam. Deyirəm, bu nə belə cavab oldu? 12. Bu da oldu 12. Köklərini səhv tapdıq onda buradan. Deməli, x1 oldu 4, x2 oldu 3. 3 də 4'ə vurdum, oldu 12. Vurdum 12, topladım 7. Bizdən də böyük kökü soruşur. Doğru cavab A variantı. 69. 3 müxtəlif fizika, 3 dənə fizika, 4 müxtəlif kimya və 5 müxtəlif riyaziyyat. Kitabını rəfdə riyaziyyat kitabları yanaşı olmaqla ardıcıl şəkildə neçə fərqli üsulla düzə bilər. Riyaziyyat kitabları yanaşıdsa bunlar sayı olaraq bir gedir. 3 dənə fizika, 4 dənə kimya. Toplamda 7 kitabın yeri dəyişir elə bil ki. 7 yox, daha doğrusu 8. Olur 8 faktorial. Bir də riyaziyyat kitabları öz arasında yerini dəyişə bilər. Vuraq 5 faktorial. 8 faktorial vur, 5 faktorial. 70. Permütasiya 4'dən 4 bizə verdi 4 faktorial. Çıxaq 6. Vuraq x bərabərdir kombinizon. Ondan 2'yə bizə verdi 10 faktorial. 8 faktorial vuraq 2 faktorial.
4 faktorial oldu 24. 24'ten 6 çıxdıq 18 vur x. 8 ilə 10 x'lar getdi. 9 vur 10 bölə 2. Oradan x-in qiyməti oldu 45 böl 18. 9 x'lar apardıq. 2-də 5. 5'i də 2'ye böldük. 2 tam 10'da 5. 71. Permütasiya 9'dan 9 oldu. 9 faktorial. Diğer oldu 8 faktorial bölə 7 faktorial. Buradan yuxarıdan 8 faktorial ortaq vuruş çıxardığında qaldı. 9 çıx 1 bölə 7 faktorial. O da oldu 8 faktorial. 9'dan 1'ini çıxdım 8. Məxrəcdə qaldı 7 faktorial. 7 ilə 8 x'lər getdi. 8 vur 8 oldu 64. Doğru cevap 64. 72. En üste gel 1 faktorialına en çıx 1 faktorial bərabərdir 20. İndi sürət azaldıram. N plus 1 vur n minus 1 faktorial. Məxrəcdə də qaldı n minus 1 faktorial bərabərdir 20. Bunlar ixtisar getdi. N vuraq n plus 1 bərabərdir 20. Buradan da n 4 olan ödəyirdi. Çünki 4'ü 5'e vuranda 20 alınır. N'i tapın. Biz cevap 4 götürdük. 4. Doğru cevap 4. 73. Deməli permütasiya x-dan 1 olur. X faktorial. X çıxıq 1 faktorial. Yəni cevap x alınır buradan. Bərabərdir 5. X'in qiyməti oldu 5. Şimdi yazırıq kombinezon 5'ten 2'ye. Bunu sadələşdirib. Bunu geriyə azaltmaqla da üsulu vardı uşaqlar. Ham başa düşsün deyə düsturunu yazıram mən. Amma belə də yaza bilər. Məsələn kombinezon 5'ten 2 deyil. 5'i 2 dənə azalt. 5 vur 4. Məxrəcdə yaz 2 faktorial. O da 20'ni 2'ye böləndə cevap qaldı 10. 73 10 doğru cevap. 74. Permütasiya x'dan 1 bərabər də 6 olarsa x'dan 1 ilə x verir. X'in qiyməti oldu 6. Kombinezon 6'dan 2. Ya düsturla yazın ya da belə yazın. 6 vur 5. Məxrəcdə də 2 faktorial. Doğru cevap oldu 15. 75. Sinifdə 26 şagird var. 26 şagirdin 2 növbəsini neçə müxtəlif üsulla seçə bilərik. Seçdiyimiz ədədlər, yəni uşaqlardan ikisi də növbətçidir. Ona görə kombinezonla yazırıq. Biri məsələn növbətçi, biri sinif nümayəndəsi olsaydı permütasiya yazardıq. Yəni eyni iş olanda kombinezonla yazırıq, müxtəlif iş olanda permütasiya ilə yazırıq. O da oldu 26 vur 25, məxrəcdə 2 faktorial. Bunlar da ixtisar getdi. 13'ü vururam 25'e. Doğru cevap 325. 76. Permütasiya 8'den 8 oldu. 8 faktorial. 7'den 7 7 faktorial. Məxrəcdə 6 faktorial. Sürətdən 7 faktorial ortaq vuruş çıxardıram. Qalır 8 çıx 1. Məxrəcə yazıram 6 faktorial. 7 faktorialın 6 faktorial getdi. Qaldı 7 vur 7. Doğru cevap 49. 76 cevap 49. 77. Uşaqlar 77'ni açıb sadələşdirməyə ehtiyac yoxdur. Çünki kombinezon 100'dən 98'in aldığı qiyməti kombinezon 100'dən 2'yi alır. Çünki 2 ilə 98'in cəmi 100'ə tamamlanır. Sonra kombinezon 1000'dən 998'in aldığı qiyməti kombinezon 1000'dən 2'yi alır. Bu da eyni qiymət olur. Ta ki buradan cavab alındı A. Buradan cavab alındı B. Yəni sürətin qiyməti ilə məxrəcin qiyməti bərabərləşir. Mən indi onu yazaram. Belə yazım da onda. Sürətdə yazım A plus B, məxrəcdə yazım B plus A. Yəni sürətin qiyməti ilə məxrəcin qiyməti eyni olur. Cavab qalır 1. Yəni uzun-uzadı hesablamağa ehtiyac yoxdur. Həmişə böyük rəqəmlər verəndə sizə bilin ki, onun içərisində asan nəsə üsul var. Ona görə diqqətli olmaq lazımdır. Tez hesablamağa qaçmaq lazım deyil. 78.
Birdən 6 kimi rəqəmlər verib, rəqəmləri fərqli olan neçə 3 rəqəmlə də düzəltmək olar. Baxın, 1, 2, 3. 3 dənə rəqəmlə də lazımdır. Rəqəmləri fərqli olan deyəndə birinci yerdə 6 seçimim var. Birdən 6 kimi istədiyim birini yazaram. İkinci yerdə 5 seçimim var, çünki birini seçmişəm. Üçüncü yerdə ikisini seçmişəmsə, deməli 4 seçimim var. Bunun da cavabı olur 120. Rəqəmləri müxtəlif olan sözünü işlətməsəydi, sizə yazardınız 6 vur 6 vur 6. 79. Permütasiya deməli yazırıq n faktorial. N'dən n çıxaq 8'i çıxanda qalır 8 faktorial. Vuraq 10 faktorial. Bu n'dən n faktorial verdi. N faktoriallar getdi. 8 ilə 10 ixtisar getdi. 9 vur 10. 90. 79'da cavab oldu 90. 80'də də yenə eynidir. Sürətdə oldu n faktorial. Məxrəcdə oldu 9 faktorial. Vuraq 11. Məxrəcdə də oldu n faktorial. Bunlar ixtisar getdi. Yazdım. Deməli nə? 11 ilə 9 ixtisar getdi. Bunun məxrəci qalmadı. Qaldı 10 vur 11. Bu da oldu 110. 80'də doğru cavab 110. Sonra baxaq 81'ə. 2x plus 8 faktorial. 8'den 6 çıxdım. 2 faktorial. Vuraq 6 faktorial. Bərabərdir 41. Bunlar ixtisar getdi. Qaldı 7 vur 8. 2x plus 56 da 2'ye böldüm 28 bərabərdir 41. 2x da bərabərdir. 41'dən 28 çıxdı 13. 13'ü də 2'ye böləndə 6 tam onda 5. Doğru cavab 6 tam onda 5. Sonra 82. 2x çıxaq. 7 faktorial, 5 faktorial vuraq 2 faktorial bərabərdir 30. 7 ilə 5 getdi. Qaldı 2x çıxaq. 6 vur 7. 42 2'ye böldüm 21 bərabərdir 30. 2x 9. X'in qiyməti 82'də yox. Burada toplama olmalıdır. 51. 51'de 2'ye böldüm 22 tam 25 tam onda 2. 25 tam onda 2. 82. Sonra 83. Permütasiya 5'dən 5 5 faktorial çıxaq x 7'dən 2 7 faktorial 5 faktorial vuraq 2 faktorial. Bunlar getdi 6 vur 7. O da 5 faktorial 120'dir. 120'den çıxdım x. O da bərabərdir 21. X da bərabərdir. Burada 83'də permütasiyadır, kombinizon deyil. 2'ni yazmırıq. 6 vur 7 elə 42 qalır. 120'dən də 42 çıxanda 78. Doğru cavab 78. 84. 84. Çoxluğun elementlərindən rəqəmləri təkrar etməməklə neçə müxtəlif 3 rəqəmi də düzəltmək olar. Elə bunun 3 elementi var. 3 elementi olur 3 faktorial. 3 faktorial oldu 6. 84'də cavab 6. 85. Yenə təkrar etməməklə öz aralarında yerini dəyişirik. 3 faktorial. Bunun da cevabı olur 6. 85'te doğru cevap oldu 6. 84'te 85'te de. Baxaq 86. Burada deyir ki 86. Permütasiya en üstəgəli 2 elementdən en üstəgəl 2. Eyni olanda özünün faktorialını verir. Məxrəcdə də n plus 1'in faktorialını verir. Bərabərdə 4n minus 7. En üstəgəl 1 ilə en üstəgəl 2 getdi. Yuxarıda qaldı n plus 2 bərabərdə 4n minus 7. Bu da 3n bərabərdir 9. N də bərabərdir 3. 3. 87. Deməli, permütasiya en üstəgəl 3'dən en üstəgəl 3 bizə verir n plus 3 faktorial. Məxrəcdə də n plus 2 faktorial. O da bərabərdir 5n minus 5. Bunlar ixtisar getdi qaldı n plus 3
5n minus 5. Bu da oldu 4n bərabərdir 8. N də bərabərdir 2. 87'də cavab 2. 88. 11-ci sinif şagirdləri bir-biri ilə foto şəkillərini dəyişdirdilər. Dəyişmək üçün 870 foto şəkil lazım olduğunu bilərək şagirdlərin sayını tapın. Burada bir nəfər hər kəsə foto şəkil versəydi, məsələ başqa formada olardı. Amma bunlar bir-birinə foto şəkil verirlərsə, məsələn, A B-yə foto şəkil verirsə, B də A-ya foto şəkil verir. Ona görə biz yazırıq permütasiya x-dan 2. O da olur 870. X faktorial x çıxaq 2 faktorial bərabərdir 870. İxtisar getdi, qaldı x vuraq, x çıxaq 1, x çıxaq 2 faktorial, x çıxaq 2 faktorial bərabərdir 870. Bunlar da ixtisar getdi, x vuraq, x çıxaq 1, çıxaq 870 bərabər 0, x kvadratı çıxaq x 870 bərabər 0. Bunun köklərini tapaq. Toplayanda 1, vuranda mənfi 870. Bu da olur 30 və mənfi 29. Mənfi 29 olmaz. Deməli 30 şagird var sinifdə. 89'da da eyni tənliyi qururuq. Permütasiya x-dan 2 bərabərdir 420. Bu da x faktorial, x çıxaq 2 faktorial bərabərdir 420. İndi göstərdik. Bunlar ixtisar getdi, qaldı x vuraq, x çıxaq 1 bərabərdir 420. X kvadratı çıxaq, x çıxaq 420 bərabərdir 0. Bunun kökləri olur 21 və 20. Vuranda mənfi 420, toplayanda 1. Mənfi 20 olmaz. Doğru cavab oldu 21. 90-cı suala baxaq. Permütasiya deməli yazırıq n faktorial. Bunlar bir-birindən çıxanda məxrəcdə qalır 5 faktorial. 5 faktorialın kvadratı. Permütasiya n-dən n məxrəcdə də qaldı n faktorial. Bunlar ixtisar getdi. 5 faktorialın kvadratın biri getdi. Qaldı 5 faktorial. Doğru cavab oldu 120. 90'da cavab 120. Sonra 91'ə baxaq. Permütasiya n-dən n çıxı 6 bizə verdi n faktorial. Məxrəcdə də qaldı 6 faktorial. Bu da oldu 6 faktorialın kvadratı. Məxrəcdə oldu n faktorial. Bunlar ixtisar getdi. Qaldı 6 faktorial. Bundan da bu ixtisar gedir. 6 faktorialda 720 oldu. Sonra permütasiya 7'dən 3 oldu. 7 faktorial, 4 faktorial. Böyle kombinizon 7'dən 3 olur. 7 faktorial, 4 faktorial, əlavə 3 faktorial var. 7 faktoriallar getdi, 4 faktoriallar getdi. Doğru cavab qaldı 3 faktorial. 3 faktorial oldu 6. 93. Kombinizon n-dən 2'yə bərabərdir 21. n faktorial, deməli n faktorial bölək. n çıx 2 faktorial, vuraq 2 faktorial bərabərdir 21. Bunlar ixtisar getdi, qaldı n vur n çıx 1. Məxrəcdə qaldı 2 bərabərdir 21. n kvadratı çıxaq n bərabərdir 42. n kvadrat çıxaq n çıxaq 42 bərabərdir 0. O da toplayanda 1, vuranda mənfi 42. 7 və mənfi 6. Mənfi olmaz. Doğru cavab 7. 93'də 7. 94. Yine n faktorial, n çıx 2 faktorial, vur 2 faktorial bərabərdir 28. Baxın, n faktorial azaldıram. N vur, n çıx 1, n çıx 2'nin faktorialı. N çıx 2'nin faktorialı, vuraq 2 faktorial bərabərdir 28. N çıx 2'lər getdi. N vur, n çıx 1 bərabərdir 56.
n kvadratı çıxaq n çıxaq 56 bərabər 0. Toplayanda 1 vuranda mənfi 56. 8 və mənfi 7. Mənfi 7 olmaz. Doğru cavab 8. 95 95. Hər qutuya ən çoxu bir məktub olmaqla 3 dənə məktubu deməli 3 məktubu 9 poçt qutusuna neçə üsulla atmaq olar? Birinci məktubu atmaq üçün baxaram 9 dənə poçt qutusu var. Apardım atdım 9 seçimim var. İkinci məktubu atmaq üçün 8 seçimim var. Çünki mənə deyir ki bir qutuda ən çox bir məktub olar. İkinci məktub ola bilməz. Birinci qutuda olubsa deməli mənim sonradan 8 seçimim var. İkisi də olubsa 7 seçimim var. 9 vur 8 vur 7. O da olur 504. Doğru cevap 504. Sonra 96. Sexdə 7 üsula işləyir. Hərəsinə bir növ detal hazırlamaq üçün tapşırığı onlardan 3-dən neçə üsula vermək olar? Yenə 3-nə. 3 nəfərdir. Birinci, ikinci, üçüncü. Bizə lazımdır ki, yox. Deməli 3 ustaya verməliyik 7 ustadan. Deməli 7 ustadır. Birincidə 7 seçimdir. Sonra 6. Sonra da oldu 5. Yine eyni məsələ tipidir. O da oldu 210. 97. 3 vuraq n faktorial. N çıx 2 faktorial. Üstə gəl 54 bərabərdir 3n'in faktorialı. 3n çıxaq 2 faktorial. Bu da 3 vuraq. N'ni azaldıram. N vur n çıx 1. Bir də n çıx 2'nin faktorialı. Onlar da gedir. Üstə gəl 54 bərabərdir. Sonra bunun sürətini azaldıram. 3n. 3n çıx 1. Bir də olur 3n çıx 2'nin faktorialı. Məxrəcdə 3n çıx 2'nin faktorialı. Bunlar da ixtisar getdi. Vurub açıram. Oldu 3n'in kvadratı çıxaq 3n üstə gəl 54 bərabərdir. Bunu da vurub açanda oldu 9n'in kvadratı çıx 3n. Bir tərəfə keçib sadələşdirsək 3n'lər gedir. Qaldı 6n'in kvadratı bərabərdir 54. N'in kvadratı bərabər 9. N bərabərdir 3. Normalda müsbət mənfi 3 götürülməli. Amma mənfi olmadığına görə biz cavab 97'də 3'ü götürürük. 98. 2 vuraq n faktorial. N çıx 2 faktorial. Üstə gəl 72 bərabərdir. 2n'in faktorialı. 2n çıx 2'nin faktorialı. 2 vuraq bunu azaldıram. N vur n çıx 1. Məxrəcdə n çıx 2'lər gedir. Üstə gəl 72. Yine bunu azaldıram olur 2n. 2n çıx 1. Növbəti olacaq 2n çıx 2 faktorial. Onlar da 2n çıx 2'nin faktorialları gəlib bu qalacaq. Vurub açıram 2n'in kvadratı çıx 2n üstə gəl 72. Bərabərdir 4n'in kvadratı çıx 2n. 2n'lər getdi. Qaldı 2n'in kvadratı 72. N'in kvadratı 36. N də oldu 6. 98'de cevap oldu 6. 6. 99. Deməli, permütasiya 6'dan 4 bizə verir 6 faktorial. 6'dan 4'ü çıxıram 2 faktorial. Çıxaq permütasiya 5'dən 3 bizə verir 5 faktorial. 5'dən 3 çıxıram 2 faktorial. Permütasiya 3'dən 3 bizə verir 3 faktorial. Bu da bərabərdir. 6'dan 2 ixtisar gedir qalır. 3 vur, 4 vur, 5 vur, 6. 2 ilə 5 də gedir. Sürətdə qalır. 3 vur, 4 vur, 5. Məxrəcdə 1, 2, 3. 3'lər ixtisar getdi. Bunların da hasili oldu. Deməli 18 vur 20, 360. 360'dan da çıxdıq 10. Doğru cavab 350. 100-cü sualda bundan oxşar sualdır yine. Permütasiya 7'dən 4. 7'dən 4 bizə verir 7 faktorial. 7'dən 4 çıxırıq 3 faktorial. Çıxaq. 6'dan 3 olur 6 faktorial. Məxrəcdə olur 3 faktorial. 3'dən 3'də 3 faktorial verdim.
7'den 3 xəsar getdi. 4 vur, 5 vur, 6 vur, 7. 3 ilə də 6 xəsar getdi. 4 vur, 5 vur, 6. Məxrəcə də 1, 2, 3. 2 3'ə vuranda 6 oldu. Bunu da vurduq. 840 çıxaq 20. O da oldu 820. Doğru cavab 820.